Üçüncü testin izahına baxaq. 1-də yelikdir. E artiklı 1-ə bərabərdir. Yanındakı ismi təkdə istəyir. Apostrof S olmalı idi. 1 səhvdir, 1'ləri çıxdım. 2-də FU cəm istəyir, S apostrof 2-ni götürdüm. 3-də miqdar sayı 1-dən çoxdur, S apostrof, yəni özündən sonraki ismi cəmdə istəyir. 3'lərim getdi. 4-də miqdar sayı 1-dən böyükdür, yanındakı ismi cəmdə istəyir, 2, 4. 2'yə baxıram, one of üstünlük dərəcəsində D artiklı olacaqdır. A qaldı, E qaldı. World dünya tək varlıqdır. D artiklı E variantı. Definition'da fulfill yerinə yetirmək, change dəyişmək, exist mövcud olmaq. Exist mövcud olmaq, to be present in a place or situation. A. Change dəyişmək, make somebody something different, fərqli etmək nəyisə kimsə. Fulfill, to carry out a task as expected, required, yerinə yetirir. Tələb olunduğu, gözlənildiyi kimi bir tapşırıq, missiyanı yerinə yetirmək, fulfill, B, C, A olacaqdır. Bu da olur B variantı. 4'də Solnizer qaydasıdır. Steven and Edward are going about. Cümlə təsdiqdədir. Təsdiqə mən təsdiqlə cavab verərəm. A, Nizer, E, Nizer getdi. C variantı ümumiyyətlə səhvdir. Either inkar cümlənin cavabındadır, həm də inkarın sonunda gəlməlidir. B qaldı, D qaldı. Fərq nədir? D, do, am var. Baxıram cümlənin xəbərinə are veribdir. To be-dirsə, to be ilə cavab qaytaracam. D variantı. 5'də deyir ki, which word doesn't have the closest meaning. Yaxın mənalı, with the others, digərləri ilə deyir, yaxın mənalı deyil. Enlarge, expand, widen, broaden, bunlar hamısı genişləndirmək deməkdir. Amma weaken, baxın kökünə, weak, zəif deməkdir, zəiflətmək. 6'da last month veribdir, keçən ay deyir, keçən ay keçmiş zamandır. Ya kökdən dəyişib, məsələn, didn't-da inkarda veribdir, bu da keçmişdir. Bəs müəllim, burada nədir məsələ? A ilə D-nin arasında qaldıq. Baxın, dialoqda yes veribdir. Yadda saxlayın ki, yes-dən sonra təsdiq yazmalısınız. No-dan sonra inkar yazmalısınız. Burada yes-dən sonra mən bəli, etməmişəm, görməmişəm deyə bilmərəm. Axı, xeyr, görməmişəm deyərdim. Bəli, görmüşəm, D variantı. 7'də accept qəbul etmək deməkdir. Qəbul edibsə take something that is offered, təklif olunan nəyisə qəbul etmək. Refuse rədd etmək, not to take, yəni götürməmək. Remind-də xatırlatmaq. Elə remember-ı görəndə götürün. To help someone, kiməsə nəyisə xatırlamağa kömək etmək, yəni xatırlatmaq. C, A, B variantını gedək axtaraq görək. C, A, B, E variantında olacaqdır. Gəldik 8'ə. Fənn adları, elm fənn adları ilə işlənəcəkdir. Friday'də day sözü varsa 10 işlənəcəkdir. Next, last, every, bunlarla da boşluq C variantı. Gəldik 9'a. Qəşəng çaşdırıcı testimiz. Çoxunu səhv yazmışdınız bunu. Baxırıq ki, nöqtələrdən əvvəl his gəlibdir. Yəlik, əvəzlik, yəlik əvəzliyi gəlib. Yəlik haldan, yəlik əvəzliyindən, söz önündən sonra gerund gələr. Olur E variantı. 10-cu testdə Nick's gloves, Nick'in əlcəkləri hardadır? 2. Kimədir deyə bilmərəm. 4'lərim getdi. 2'm varsa 2 olmayan B getdi. How much, how many. Baxın, Nick'in əlcəkləri neçəyədir desəm 1 də deyərəm. 2, 1, C variantı neçəyədir, hardadır. 11'də nöqtələrdən sonra trousers gəlib cəmdir. This-dən sonra tək gələr. Cümlə sonunda they gəlməz. Deməli, B və C variantı qaldı. Bir dənə orada onu deyim ki, A-nı çıxaq. Cümlə sonunda they o halda verər ki, axırda sual işarəsi olsun. Sual işarəsi özündən əvvəldə köməkçi olsun. Burada da belə bir şey yoxdur deyə D ilə E-də getdi. B qaldı, C qaldı. If you don't buy these trousers, əgər deyir almasan, I'll buy, alacağım onları. B variantı. Ay müəllim, trouser şalvara niyə onlar demişik? Çünki trousers 2 simmetrik hissədən ibarət olanlar həmişə cəmdədirlər. 12'də something that you earn, qazanmısan, working, işləyərək, or selling things, nəsə sataraq, qazanmısansa bu money puldur.
Earn qazanmaq deməkdir. 13-də of-dan əvvəl source cəmdədir. Cəmdən cəm xəbər olacaq. Cəm xəbərlərim are, were, have, do olur 1-dən 3. Bu qədər.